Salam əziz uşaqlar və valideynlər, hər birinizi kanalımda yenidən xoş gördük. Biz sizinlə bu günləri 2-ci sinif riyaziyyat dərsliyimizin 2-ci hissəsində olan tapşırıqları işləyəcəyik. Artıq ümumiləşdirici tapşırıqlar bölməsindəyik. Vurma bölmənin əlaqəsindən sonraki ümumiləşdirici tapşırıqlarda gəlin tapşırıqlar işləməyə başlayaq. Birinci tapşırıqda bizə deyir ki, şəkillərə uyğun vurma və bölmə əməllərinə aid misallar yazın. Bundan əvvəlki videomuzda, həm də dərsliyimizdə öyrəndik ki, vurma və bölmənin əlaqəsində misallar birinci vurma əməli yazılır, sonra vuruqların yeri dəyişir, ardınca isə iki dənə bölmə əməli yazılır və bu bölmə əməli də həmin vurma əməllərinin tərsi olur. 2 toplama, 2 çıxma necə işləyirdiksə, eyni ilə 2 vurma, 2 bölmə işləyəcək. Əvvəlcə istəyirəm ki, burada bizə bir dənə səliqəli yer açaq ki, misalları. Çünki hər birinə aid 4 dənə misal yazmalıyam və o misallar rahat olsun bizim üçün. Burada görürsünüz ki, şəkillərdə uşaq 1, 2, 3 dənə bizim nəyimiz var? Sətrimiz var və hər sətrdə 4 dənə şəkər bura var. Ona görə də mən birinci nə etməliyəm? 3-ü vurmalıyam 4-ə və almalıyam 12. Daha sonra vuruqlarımın yerini dəyişdirərək 4-ü 3-ə vurub alacağam 12. Sonra bölmə hissəsinə keçirəm. Əvvəlcə 12-ni 3-ə bölürəm, 4 alıram. Sonra isə 12-ni 4-ə bölüb 3 alıram. Keçirik ikinci cədvəlimizə. Burada isə yenə görürük 3 dənə sətirdir. Amma hər sətirdə 6 dənə qoğal var. Ona görə də mən bu dəfə 3-ü vurmalıyam 6-ya və alacağam neçə? Cəmin olacaq 18. Sonra vuruqlarımı yerini dəyişdirib 6-nı 3-ə vurub 18 alacağam. Sonra bölmə hissəsində 18-i əvvəlcə 3-ə böləcəm, 6 alacağam. Daha sonra isə 18-i 6-ya bölüb 3 almış olacağam. Üçüncüdə paxlavalardır. Burada 2 dənə cərgəmiz var. Və hər cərgəmizdə 5 dənə paxlava olduğu üçün 2-ni əvvəlcə vuracağam 5-ə. Alacağam 10. Sonra vuruqlarımı yerini dəyişdirib 5-i 2-yə vurub alacağam 10. Sonra bölmə hissəsində 10-u əvvəlcə 2-yə böləcəm, alacağam 5. Daha sonra 10-u 5-ə bölüb 2-yi alacağam. Və keçək sonuncuya. Burada say göründüyü kimi çoxdur. Əvvəlcə sətrimizi sayırıq. 1, 2, 3, 4, 5 dənə sətrimiz var. 5 sətirdir. Və hər sətirdə də 3, 6 dənə Hər sətirdə 6 dənə nədir bu? Türk paxlavası ya tort sokudur, keksdir, fərq etməz. Bizə əsas say lazımdır. Ona görə də 5-i vuracağam. 6-ya alacağam neçə? 30. Sonra isə nə edəcəm? Vuruqların yerini dəyişdirəcəm. 6-nı 5-ə vurub 30 alacağam. Bölmə hissəsində isə 30-u əvvəlcə 5-ə böləcəm. Və təbii ki, alacağam 6. Daha sonra isə 30-u 6-ya bölüb biraz sərgəsiz çıxdı, amma siz başa düşdünüz də burada bölmə işarəsidir. Baxın belə. İndi isə biz sizlə keçək ikinci misalımıza. Burada biraz ekranı mən böyüdüm ki, misalların cavabı rahat düşsün. Deməli, uşaqlar, başlayaq hesablamağa. Adi bölmədir. Yəqin ki, vurmanı hər birimiz bilirik. 12-ni 2-yə böləndə 6, 10-u 5-ə böləndə 2, 5-i 4-ə vuranda 20, 2-ni 0-a vuranda biz bilirik ki, vuruqlardan biri 0-dırsa mütləq şəkildə cavabımız 0-dır. 18-i 3-ə bölürəm 6, 20-ni 4-ə bölürəm 5, 1-i 4-ə vururam, təbii ki 4, 12-ni 3-ə bölürəm, o da 4, 24-ü 4-ə bölürəm, cavab 6, 21-i 3-ə bölürəm 7, 2-ni 5-ə vururam 10, 5-i 6-ya vururam 30. Sonra 3-ü 9-a vururam 27, 35-i 5-ə bölürəm, burada da olur 7. Sonra keçirəm 3-cü tapşırığımıza. 3-cü tapşırıqda bizə nə deyir? Hesablayın və müqayisə edin. Deməli, birinci hissədə biz görürük ki, bizim misal hissəmiz var, ona görə biz bunu hesablamalıyıq. 16-nı 4-ə böldür. 16-nı 4-ə böləndə bura olur 4. Bu niyə belə yazıldı? 4-ə oxşamadı. 16-nı 4-ə böləndə bura yazıram 4. Digər tərəfim isə 3-dür. Və müqayisə edən zaman təbii ki 4 3-dən böyük olacaq. Növbətidə hər iki tərəfimizdə nə var? Misal var. Ona görə 30-u 5-ə bölürəm. Bura olur 6. 2-ni 3-ə vururam 6. Hər iki tərəf misalın cavabı 6 olduğuna görə cavab bərabərdir. 2-ni 4-ə vururam 8. 24-ü bölürəm 3-ə alıram 8. Burada da hər iki tərəf bərabərdir. Bərabərlik işarəsi qoyuram. 3-ü 8-ə vururam. Burada olur 24. Burada isə uşaqlar birinci mötərizə olduğuna görə 28-dən 10 çıxıram. Burada olur 18 və 48-dən də 18-in çıxanda yerdə neçə qalır? 30 qalır. Burada yazıram 30. Və 30 24-dən böyük olduğuna görə işarəmizi bu formada qoyacağıq.
Sonra isə keçirik növbəti misal. 1-i 8-ə vuranda təbii ki 8 eləyir. Burada mötərizə olmadığına görə ardıcıl misalımızı işləyirik. 22-dən əvvəlcə 18 çıxırıq. 22-dən 12 çıxanda yerdə qaldı 10. Ondan da 6 çıxanda cavab oldu 4. 4-ün də üstünə 5 gələndə burada oldu 9. Bu hissə 9, bu hissə 8 isə təbii ki bu tərəf böyükdür. Burada isə uşaqlar mötərizə olduğuna görə 18 üstə birinci 2-ni gəlirəm, alıram 20 və 28-dən 20 çıxanda burada qalır 8. 35-i 5-ə bölürəm, olur 7 və təbii ki 8 7-dən böyük olduğuna görə böyük işarəsi qoyuram. Növbəti misalımıza keçirik. 4-ü 4-ə vuranda 16 eləyir. 3-ü 5-ə vuranda 15 və təbii ki 15 16-dan kiçikdir. Burada uşaqlar sıfırları görürük. Bunu heç hesablamağa ehtiyac yoxdur. Çünki vuruqlardan biri əgər sıfırdırsa, deməli misalın cavabı sıfırdır. Hər ikisi sıfır olduğuna görə biz burada bərabərlik işarəsindən istifadə edirik və keçirik sizlə vaxt itirmədən 4-cü misalımıza. Mən bunu bir dənə siləcəm buradan ki, belə işarə qoyum, yaza biləsiniz. Sualların cavabını yazacağım burada. Bizdən nə istəyir burada? Belə deyək də, misalı bizə söz formasında verir və biz o sözlərdən misal düzəltməliyik. Vuruqlardan biri A variantında, vuruqlardan biri 2, digəri 7 olarsa hasil neçəyə bərabər? Deməli, bizə hasil deyir və vuruqlar verib. Ona görə də mən nə edirəm? 2-ni vururam 7-yə və alıram cavabını 14. İkinci misala, yəni B variantına baxıram. Bölünən bölən qismətdir. Bölünən 20-dir, bölən isə 5-dir və mən 20-ni 5-ə bölürəm, alıram 4. C variantına baxırıq. 4 ədədindən 3 dəfə böyük olan ədəd hansıdır? Dəfə dediyinə görə mən nə etməliyəm? Vurmalıyam. Ona görə 4-ü 3-ə vururam və alıram 12. D variantında deyir ki, 16 ədədindən 8 dəfə kiçik. Dəfə dediyinə görə, dəfə kiçik dediyinə görə mən nə etməliyəm? Bölmə əməlindən istifadə etməliyəm. 16-ı da 8-ə böləndə neçə eləyəcək? Təbii ki, cavab 2 olacaq. Sonuncu E variantında 8-in 4 misli. Şu an misli vurma deməkdir. Bunu biz bilirik. Ona görə də 8-i vururuq 4-ə. Və alırıq neçə? 32. Sonra keçirik sizlə məsələmizə. 5-ci məsələdə bizə deyir ki, Elxanın 7 yaşı var. Atası ondan 5 dəfə böyükdür. Elxanın atasının neçə yaşı var? Burada mən bir balaca ağardacağım ki, məsələnin həllini bura qeyd edək. Görək alındı. Hə. Ya qısa şərt quraq. Yazaq bura. Elxan 5 yaş. Ata. Elxan 7 yaşı, üzr istəyirəm. 5 yaş yazdıq bura. Hamısı poz oldu ki, biz bunları da pozaq onda. Yenidən özümüzə yer düzəldək. Deməli, təzədən başlayırıq. Elxan neçə yaşı var idi? 7 yaş. Elxan 7 yaş. Atası ama 5 dəfə böyük. Ata 5 dəfə böyük. Dəfəni mütləq yazmalıyıq. Çünki burada vurmadı, toplamadı, onu bilmək üçün. Ata sual. Mən biraz da kısaldıram. Siz biraz, yəni biraz uzun yaza bilərsiniz. Elxanın 7 yaşı var. Atası da 5 dəfə böyük dediyinə görə mən nə edəcəm? 7-ni vuracağım 5-ə və bərabər olacaq. Neçəyə? 35-ə. Cavab hissəsini isə özünüz yazarsınız ki, cavab Elxanın atasının 35 yaşı var. Bu neçə sözünün yerinə 35 qeyd eləməklə cavabın qarşısına bunu köçürdə bilərsiniz. İndi keçirik sizlə 6-cı məsələmizə. 6-cı məsələdə bizə nə deyir? Kitabxana 28 kitab gətirildi. Kitabxanaçı bu kitabları 4 rəfə bərabər yerləşdirdi. Bərabər sözündən artıq bilirsiniz ki, burada söhbət bölmədən gedir. Hər rəfdə neçə kitab oldu? Gəlin əvvəlcə burada görüm yer düzəldim. Bir gözəl şərtimizi quraq əvvəlcə. Çalışacağım qısa yazım. Heç yaxşı yerdə aça bilmədim, amma eyb yox. Deməli, qısa yazaq var. 28 kitab gətirildi yazsaq. Siz yaza bilərsiniz, mən vaxt getməsin deyə belə qısaltdım. Sonra yerləşdi qoya bilərik, qoyuldu yaza bilərik, yerləşdirildi yaza bilərik, yerləşdirildi. 4 rəfə bərabər. Bərabər sözü mütləq qeyd edeyim. Bərabər. Oldu yazaq, hər rəfdə oldu. Hər rəfdə sual. Hər rəfdə sual dediyinə görə mənim misalım necə olacaq? 28 böl 4 və bərabərdir 7. Cavab hissəsini yazacaqsınız ki, hər rəfdə 7 kitab oldu. Burada bilmirəm, bəlkə də aydın görünmədisə, özürlü sayın. 7-ci məsələyə baxırıq. Mağazada 3 gün ərzində 27 qutu meyvə şüşəsi satıldı. Hər gün eyni sayda
meyvə şirəsi satılarsa, bir gündə neçə qutu meyvə şirəsi satıldı? Yazırıq indi burada. 3 günə 27 qutu. Bir günə sual. 3 günə 27 qutudursa, bir günə sualdırsa, mən nə etməliyəm? Təbii ki, 27-ni bölməliyəm 3-ə və almalıyam. Neçə? 9 qutu. Sonra siz cavab yerində yazarsınız ki, bir gündə bu neçənin yerinə yazarsınız ki, 9 qutu meyvə şirəsi satıldı. Bu səhifə 37-nin izahı. Gəlin keçək səhifə 38-imizə. Baxaq görək, burada bizdən nə istəyir? Qutuda 8 kub var. Bu, yəni söhbət 8-dən gedir. Bu, konusların sayından 2 dəfə çoxdur. Bu cür misallar sizi çaşdırmasın. Yəni, məsələlər sizi çaşdırmasın. Dəfə çoxu görən kimi hamı götürür, vurur. Xeyr, sualı anlamaq lazımdır. Uşaq bizə deyir ki, bu, yəni bu 8 konusların sayından 2 dəfə çoxdur. Deməli, konuslar da bu kubların sayından 2 dəfə azdır. Söhbət burada bölmədən gedir. Vurmadan yox, çaşdırmırıq. Ona görə də biz 8-i bölməliyik 2-yə, almalıyıq 4-ə. Bizə deyir ki, qutuda neçə konus var? 4 konus. Sonra bizə nə deyir? Sizcə kimin cavabı doğrudur? Lalənin cavabı doğrudur. Çünki Lalə 8-i 2-yə bölüb 4 alıb. Lalənin cavabı doğrudur. Amma Samir isə 8-i 2-yə vurub, mən bayaq dediyim kimi çaşıb. Belə olmaz. Lalənin dediyi fikir doğrudur. Biz keçirik 9-cu məsələmizə. Burada bizə deyir ki, pul qabında ancaq 5 qəpikliklər var. Elxan onları sayıb, pul qabında cəmi 16 qəpik olduğunu söylədi. Sizcə o doğru söylədimi? Uşaqlar 3 qəpik var, ancaq 3 qəpikdir. Və biz bilirik ki, 3-ü neçəyə də vursaq 16 eləməyəcək. 3-ü biz 16-ya ən yaxın neçəyə vura bilərik? Təbii ki, 3-ü 5-ə vursaq 15 eləyər. Və yaxud da 16-nı biz 3-ə bölsək 5 dəfə düşər, qalığımız da 1 olar. Deməli, Elxan doğru söyləməyib. Elxanın 5 dənə 3 qəpikliyi var, amma o çaşıb səhv sayıb 16 qəpik olduğunu deyirsə, xeyr, 15 qəpik pul ola bilər onun, 16 qəpik olmaz. Ya da bir dənə 1 qəpik var, o saymayıb. Doğru söyləmir də bir sözlə Elxan. Keçək 10-cu məsələmizə. 10-cu məsələdə bizə nə deyir? Gəlin baxaq. Mən buranı biraz silməli olacağım ki, qarışmasın misal. Samirin kürəciklərinin sayını 5-ə vurduqda 30 alınır. Samirin neçə kürəciyi var? Biz baxmalıyıq, görüm ki, hansı ədədi, yəni burada bir dənə belə özümüz üçün dama çəkək. Bunu 5-ə vursaq, cavab 30 olar. Necə tapacaq uşaqlar? 30-u 5-ə bölsə neçə eləyəcək? 6. Buraya yazacağım 6. Deməli, uşaqlar, Samirin neçə kürəciyi var? Samirin 6 dənə kürəciyi var. Bunu belə də yaza bilərdik. Nə deyik biz burada? 30 böl 5 bərabərdir 6 kürəcik. Sonra ikinci sualda bizə deyir ki, Anarın kürəcikləri Samirin kürəciklərindən 2 dəfə çoxdur. Anarın neçə kürəciyi var? Samirin kürəciklərini tapdıq ki, Samirin 6 dənə kürəciyi var. Burada da tapdıq ki, 6 dənə kürəciyi bölməklə tapdıq. Sonra isə Samirin kürəciklərini 2 dəfə çox dediyinə görə biz 2-yə vurmalıyıq. Nəyi 2-yə vurmalıyıq? Təbii ki, 6-nı. Samirin kürəciklərinin sayını vurduq və aldıq ki, Anarın da 12 dənə kürəciyi var imiş. Keçirik nəyə? 11-ci məsələmizə. 11-ci məsələdə bizə deyir ki, Səbinə gizlətdiyi fəza fiqurunun, yəni bu əlində tutduğu fəza fiqurun 5 dənə təpəsi var, 8 dənə tili var. Biz bilirik ki, 5 dənə təpəsi olan fiqur hansıdır? 4 bucaq piramidadır. 4 bucaqlı onun bir dənə oturacağıdır və hamısı da birləşir, bir dənə təpəyə birləşirlər. Ona görə 5 dənə təpəsi var, 8 dənə də tili var. Bunun qarşısında yazırıq ki, birbaşa piramida. 4 bucaqlı yaza bilərsiniz ki, birbaşa 4 bucaqlı piramida. Sonra bizə nə deyir? Bu fiqurun neçə üzü var? Biz bilirik ki, uşağa 4 bucaqlı piramidanın neçə üzü var? 5 dənə üzü var. Yazırıq ki, qarşısında 5 üzü var. Sonra bizə nə deyir? 4 belə fiqurun cəmi neçə üzü var? Bir 4 bucaqlı piramidanın 5 dənə üzü varsa, 4 belə fiqurun neçə üzü olduğunu tapmaq üçün biz 4-ü, yəni piramidaların sayını vuracaq üzlərin sayına və alacaq neçə? 20 dənə üz. Yazacaq bura 20 üz. Və keçəcək 12-ci məsələmizə. Burada bizə nə deyir? Parkda 8 söyüd ağacı və bundan 2 dəfə çox şam ağacı əkdilər. Söyüd ağacının sayını bilirik, amma
şam ağacı bizə naməlumdur. İpucumuz isə 2 dəfə çoxdur. Sual verir ki, parkda neçə şam ağacı əkdilər? Şam ağacının sayını tapmaq üçün nə etməliyik? Söyüd ağaclarının sayını, yəni 8-i vurmalıyıq 2-yə. Çünki bizə deyir ki, söyüd ağacından 2 dəfə çoxdur. 8-də 2-yə vuranda aldıq neçə? 16 nə? Şam ağacı. Sonra bizə nə deyir? Parkda cəmi neçə ağac əkdilər? Cəmini soruşduğuna görə uşaqlar, xahiş edirəm, çaşıb burada 8 ilə 2-ni qəti şəkildə toplamayın. Cəmi neçə ağac dediyinə görə biz bilirik ki, parkda həm söyüd ağacı, həm də şam ağacı əkilib. Söyüd ağacı 8 dənə idi, düzdürmü? Şam ağacını bilmirdik və şam ağacını tapdıq ki, 8-i 2-yə vurduq, tapdıq 16 dənə şam ağacı və 8-dən 16-nı toplamaq lazımdır. 8-in də üzərinə 16 gəldiyimiz zaman 24 ağac yazacağıq, bax bura. Yəni çaşdırmayın uşaqlar. Sonra biz keçəcəyik sizlə nəyə? 13-cü maraqlı məsələmizə. Burada görə bizə nə deyir? Bitonda 20 litr süd var idi. Bu bitondan gedir söhbət. Bu bitondan hər biri 3 litr tutan 4 balonu süd töküb doldurdular. Baxın, burada mütləq şəkildə nə etmək lazım? Baxın, sual verir. Balonlara cəmi neçə litr süd tökdülər? Cəmini soruşduğuna görə biz görürük ki, 4 dənə balondur və hər balonda da nədir? 3 litr süddür. Ona görə 4-ü 3-ə vururam, alıram 12 litr süd. Sonra bizə nə deyir? Bitonda neçə litr süd qaldı? Bizə əvvəlcə vermişdi ki, 20 litr süd var bitonda və 12 litrin tökdüklərinə görə, nə qədər qaldığını soruşduğuna görə 20-dən 12-ni çıxıb 8 litr yazıram ki, deməli, bitonda 8 litr süd qalıb. Və keçirik səhifəmizin sonuncu məsələsinə. Aynurun 8 stikeri var. O bunları bir neçə dostuna bərabər sayda paylamaq istədi. Bərabər sayda deyirəm uşaqlar. Aynur neçə dostuna və nə qədər stiker paylaya bilər? Bunu bir neçə nümunə ilə göstər. Gördüyünüz kimi burada nə var? Stikerlərimiz var, 8 dənədir. Və Aynur bir neçə dostu dediyinə görə, deməli 8-i biz bərabər sayda ya 4 dostuna bölüb, hərəsinə 2 stiker düşər və yaxud da nə edə bilər? 8-i 2 yerə bölüb 4 dənə stiker verə bilər. Yəni hər iki variant ola bilər. Bizə deyir ki, bir neçə nümunə yaz. 8-i 1-ə bölüb 8 yaza bilmirik. Niyə? Çünki bizə deyir ki, bir neçə dostuna böldü. Bir neçə dostu dediyinə görə, deməli, ya 4 dənə nəfərə bölüb, hərəsinə 2 stiker düşüb, ya da ki, 2 nəfərə bölüb, onların da hər birinə 4 dənə stiker düşüb. Bax, belə uşaqlar. Bu da bizim səhifə 37 və 38-in izahı idi. Növbəti izahlı videolarımızda görüşənədək hələlik.